Dünən keçirilən sınaq imtahanından 2 test qarşınızdadır. Cümləyə baxırıq 5-ci testdə. Gördüyümüz kimi düzgün artiklı qoymaq tələb olunur. Bətlərdən biz bunu anlayırıq. Həm də cümləyə baxsaq Atlantic Ocean və United States bunların qarşısında hansı artikl qoyulmalıdır? Təbii ki, müəyyən artikl. Bütün okean adlarının qarşısında the article qoyulur və eləcə də the United States. Düzgün cavab hansı oldu? Düzgün cavab E variantı. İkinci, daha doğrusu 6 nömrəli testdə they climbed. Burada bir dağ adından bəhs olunur. Mount Everest. Ona görə heç bir article qoyulmur. Amma dağ silsiləsi olsaydı the article qoyulacaqdı. Onlar, they climbed Mount Everest. Onlar Everest dağını without a guide, yəni bələdçisiz. Guide sözü də sayıla bilən bir isim olduğu üçün onun qarşısına uyğun olaraq, yəni samitlə başladığı üçün E artiklı qoyulmalıdır. Without a guide. Düzgün cavab bu da E variantı.